Dostlar, hər birinizi salamlayıram. Biz sizdən ötən videomuzda yəli çal mövzusunun giriş hissəsini, yəli çalın necə düzəlməsini, hansı hallarda apostrof S, hansı hallarda S-dən sonra apostrof artırmaq lazımdır, bu nümunələri öyrəndik. Bugünkü hissədə isə yəli çalın ikinci və son hissəsini danışacağıq və yəli çala aid digər nümunələri məhz bu videoda görə biləcəksiniz. Gəlin baxaq. Keçən dərs, ötən videomuzda danışdığımız kimi biz yəli çalın tək isimlərə apostrof S-lə, cəm isimlərə isə S-dən sonra apostrof artırmaqla düzəldiyini öyrənmişdik. Bugün isə sizlə nədən danışacağıq ilk olaraq? Baxın, başlıqda da qeyd olunduğu kimi apostrof S nə zaman yəli çal deyil. Bizim gördüyümüz hər apostrof S nümunəsi bizə yəli çalı vermir. Ötən videomuzdan da xatırlayacağınız qədər biz vurğuladıq ki, apostrof S bizə nə zaman yəli çalı verir? Həmin apostrof S-dən sonra isim gələrsə. Azərbaycan dilində də əslində belədir. Yəli çal adı üstündə yə, sahib özündən sonra bir isim istəyir və əgər apostrof S-dən sonra isim gəlirsə, biz bu nümunələri yəli çal kimi qəbul edirdik. İsim gəlmirsə, bu nümunələr yəli çal olmurdu. Amma testlərdə daha sürətli şəkildə düşünmək üçün, daha tez cavabı tapmaq üçün bizim əlavə ipucularımız var ki, hal-hazırda apostrof S nə zaman yəli çal deyil başlığı altında məhz bu ipuculardan danışacağıq. Birinci qeydimiz nədir dostlar? Apostrof S-dən sonra feil gələrsə. Ki, onsuz da bayaq vurğuladığım kimi apostrof S-dən sonra isim gəlməlidir yəli çal olması üçün. Bu da elə o anlama gəlir ki, demək ki, apostrof S-dən sonra feil gələndə biz bu nümunələri yəli çal kimi hesab etməyəcəyik. Gəlin buna cümlələr üzərində baxaq. Jack's gone to our country. Gördüyünüz kimi Jack apostrof S artırılıb və apostrof S-dən sonra feil gəldiyinə görə biz bu nümunəni yəli çal hesab edə bilməyəcəyik. Növbəti bir nümunə Jack's going on business holiday. Bu nümunədə də yenə diqqət edirsinizsə apostrof S-dən sonra going feil işlənibdir və feil işləndiyinə görə bu nümunə də yenə yəli çal deyil. Bu ikinci nümunənin, ikinci cümlənin əslində bir istisna formaları da var. Bu barədə videonun sonuna yaxın sizə məlumat verəcəm. Hələ ki, istisnaları olduğu kimi öyrənək, əlavə qaydalara sonra müraciət edəcəyik. Deməli, diqqət elədinizsə, apostrof S-dən sonra feil, apostrof S-dən sonra feil. Deməli, bu nümunələr qeyd etdiyimiz kimi yəli çal deyil. Gəlirik ikinci nümunəyə. Mənim şagirdlərə həmişə qeyd elədiyim, indi bu nümunələrin hamısına baxacağıq. 2, 3, 4, 5 və 6 burada qeydimiz var gördüyünüz kimi. Bu 6 nümunənin 6-sını da mən hər zaman şagirdlərə bildirirəm ki, bunlar sizin hədiyyələrinizdir. Bunlar test nümunələrində həqiqətən də sizə verilən hədiyyələrdir. Çünki bu nümunələri görən kimi bunlar bizim testimizin yanlış variantlarıdır. O variantları dərhal silirik. Gəlin görək nə zaman. Baxın dostlar, he, she, it, that, what, who, where, there və let sözlərinə apostrof S artırıldığı zaman ondan sonra nə gəlməyindən və ya gəlməməyindən asılı olmayaraq, yəni bütün hallarda bax bu gördüyünüz nümunələr yəli çal deyil. Burada mən bir dənə axırda bir məsələni kənara çıxaraq qeyd eləmək istəyirəm. Bu gördüyünüz apostrof S-lərin hamısı is və ya has feilinin qısa forması şəklində işlənib və apostrof S olaraq ixtisar olunub belə deyək. Burada dostlar istisna bircə dənə let apostrof S nümunəsidir ki, onun açılışı is və ya has yox, let us biz şəxsinin obyekt əvəzliyi olaraq bizim qarşımıza çıxır. Digər nümunələrdə isə apostrof S ya is ya da has feilinin qısa forması olaraq bizim qarşımıza çıxacaq. Növbəti, üçüncü başlığa baxırıq. Əgər apostrof S-dən sonra not və yaxud da got nümunələri gələrsə, bu nümunədə yenə yəli çal olmayacaq. Dördüncü nümunə, apostrof S-dən sonra been, going to, here, just, already və very sözləri də gələrsə, dostlar, biz bu nümunələri də yenə yəli çal hesab etməyəcəyik. Beşinci qayda, apostrof S-dən sonra artikel işlənərsə, fərqi yoxdur hansı artikel, and the artikellarının hər birinin işlənməsi durumunda həmin nümunə yəli çal olmayacaq. Və sonuncu, altıncı ipucumuz nə deyir? Apostrof S-dən sonra sözünü işlənərsə, yəni preposition işlənərsə, bu nümunələr də yenə yəli çal hesab olunmayacaq. Bax, gördüyünüz kimi, burada 6 başlıq vermişik. Keçən videoda da danışdığımız kimi, apostrof S-dən sonra isim gəlməlidir ki, nümunəni yəli çal kimi qəbul edək. Amma bu nümunələrdə, bu 6 dənə nümunədə
bizim testləri daha sürətli şəkildə həll etməyimiz üçün işimizə yarayacaq nümunələrdir. Və əlavə olaraq birinci nümunədən danışarkən xatırlayırsınızsa bayaq qeyd elədim. Dedim ki, apostrof S-dən sonra bu going nümunəsi gələndə bunun bir istisna qaydası var. Bu nədir dostlar? Baxın, ing sonluqlu nümunələr ingilis dilində gerund isim kimi də işlənə bilirlər. Yəni apostrof S-dən sonra gördüyünüz hər going və yaxud da hər coming və yaxud da hər ing sonluqlu nümunə əslində feil olmaya da bilər. Onlar isim kimi, gerund kimi də işlənə bilərlər. Bəs yaxşı, biz bunu necə müəyyən edəcəyik? Burada tərcümə bacarığınız varsa bu işin içindən çox rahatlıqla çıxa bilərsiniz. Yox, əgər mən testi sırf qrammatika ilə həll eləməliyəm deyirsinizsə, o halda bax bu qaydaya baxacaqsınız. Diqqət edirsinizsə dostlar, birinci nümunədə Jack's going, ikinci nümunədə Jack's going və üçüncü nümunədə də Jack's coming nümunələri gəlir. Amma indi birazdan da izah edəcəm. Bunların bəziləri yəli çaldır, bəziləri yəli çal deyil. Bunu biz necə müəyyən edirik? Baxın, diqqət edin. Apostrof S-in yəli çalınması üçün apostrof S-dən sonra isim gəlməlidir. Məsələn, biz buradakı going sözünü bayaq vurğuladığım gerund isim kimi götürsək, Jack's going-i gəlin düşünək yəli çal kimi götürürük. Bu düşünək ki, isimdir. Əgər bunu isim kimi götürsək, cümlədə başqa bir feil qalmır. Başqa bir cümlədə xəbər yoxdur, diqqət edirsinizsə. Demək ki, mən bunu yanlış götürmüşəm. Ona görə də bu nümunə avtomatik olaraq yəli çal olmur. Lakin ikinci cümləyə diqqət eləsək, gəlin burada da yenə eyni şeyi tətbiq eləyək. Jack's going nümunəsini, going burada sanki isimmiş kimi götürürük və diqqət eləsək cümlənin davamında bir made feili var. Hansı ki, bu cümlənin əslində xəbəri made feilidir. Made feilinin burada olmağı bizə imkan verir ki, biz bu Jack's going ifadəsini yəli çal kimi götürək. Ona görə bu cümlə artıq düzgün cümlə olur. Yəni, daha doğrusu düzgün yəli çal olur. Birinci cümlədə düzgün cümlə idi, sadəcə yəli çal deyildi. Və gəlirəm üçüncü nümunəyə. Yenə Jack's coming ifadəsini yəli çalmış kimi götürürəm və cümlənin davamında da diqqət edirsinizsə is xəbəri var və is xəbərinin burada olması bizə bunu yəli çal kimi götürməyə imkan verir. Bu cümlədə doğru yəli çal cümləsi olur. Yəni dostlar, buradan çıxartdığımız qısa məntiq nədir? Apostrof S-dən sonra gələn ing-li nümunələrdən də sonra cümlədə müstəqil xəbər varsa, o nümunələr yəli çal olur. Məsələn, buradakı made və is sözlərinin olmağı bizə bu cümlələri yəli çal kimi götürməyə imkan verdi. Lakin ing-li nümunələrdən sonra müstəqil xəbər ola biləcək bir söz yoxdursa, deməli o ing-li nümunənin özü cümlənin xəbəridir. Və bu halda da yəli çal deyil. Gəldik növbəti başlığımıza. Burada nəyə diqqət edəcəyik? Bundan öncə danışdığımız başlıqda da, ümumiyyətlə yəli çalın düzəlməsi başlığında da təkrar işlətdiyim bir cümlə var ki, apostrof S-dən sonra isim gəlməlidir ki, biz nümunəni yəli çal saya bilək. Bura qədər bu dediyimiz qaydaya riayət elədik. Apostrof S-dən sonra isim xaricində digər şeylər gəldikdə onu yəli çal kimi saymadıq və sair bu nümunələr qarşımıza çıxdı. Amma indi bəhs edəcəyim başlıqda apostrof S-dən sonra isim olmayacaq, isim görməyəcəksiniz. Bu testlərdə də çox qarşınıza çıxan nümunələrdən biridir. Amma apostrof S-dən sonra biz bu nümunələrdə isim görməsək də, indi göstərəcəyim nümunələr sizin üçün hazır yəli çallardır. Və mən hətta burada şagirdlərə həmişə tövsiyə edirəm ki, bu nümunələri öyrənin. Testin içində də bu nümunələr sizin qarşınıza çıxdıqda doğru cavab kimi götürün. Çünki bu nümunələr apostrof S-dən sonra isim gəlmir, amma düzgün yəli çal olan nümunələrdir. Gəlin baxaq. Məsələn, birinci nümunə, at my uncle's. Diqqət edirsə, apostrof S-dən sonra isim yoxdur. Dostlar, bu ifadənin bir bənzəri əslində bizim dildə də işlənir. Məsələn, əmim gildə ifadəsi var və əmimin evində ifadəsi var. Ki, hər birimiz də daha çox məhz əmim gildə ifadəsini işlədirik. Burada da diqqət edirsinizsə, isimdən istifadə eləmədik. Amma əmimin evində ifadəsində yəli çaldan sonra isim gəlib, yəni evində sözü gəlibdir. Bax, bu nümunə həmin o ifadənin bir növ ingilis dilində qarşılığıdır. Əslində, biz burada at my uncle's house tipində versək nümunəni, bunu hər kəs yəli çal kimi götürəcək. Çünki apostrof S var, apostrof S-dən də sonra isim gəlib, ona görə bu normal olaraq yəli çaldır. Amma məhz bu tipli nümunələrdə apostrof S-dən sonra həmin o isim işlənmir, amma biz həmin nümunəni yenə də yəli çal hesab edirik. Məsələn, at my uncle's ifadəsi əmim gildə ifadəsi olaraq düzgün nümunədir, isim olmasa belə. Və burada digər diqqət eləməli olduğumuz mütləq şəkildə məsələ, diqqət edirsən, mən bu ifadələrin hər birinin qarşısında bir söz önü yazmışam, mənası uyğun gəlməklə. At, to, from, sonraçların hər birini yenə atla doldurmuşam, amma burada bu söz önünün işləməyi mütləqdir. Yəni, my uncle apostrof S nümunəsi yəli çal ola da bilər, olmaya da bilər. İsim gəlməyindən asılıdır. Yəni, bu, belə deyək, hər zaman keçərli deyil.
Amma at my uncles ifadəsi hər zaman yəli çaldı və yaxud da from my uncles hər zaman yəli çaldı. From Jacks yenə eyni şəkildə yəli çal olacaq. Bax, bu nümunələrə diqqət eləmək lazımdır ki, qarşıda sözünü işlənmə şərti ilə burada qeyd olunan nümunələrdən sonra əgər apostrof S-dən sonra isim olmasa belə, biz bu nümunələri yəli çal kimi qəbul edəcəyik. At my uncles əmimgildə. To our grannies, nənəmiz gilə. Bu artıq to'dur, A-ə. From Jacks, Jack gildən ifadəsidir, dandan. At the dentist, dentist diş həkimidir, diş həkimində. Chemist aptekdir, grocer meyvə tərəvəz dükanıdır. Baker çörək dükanıdır, ətsə baker çörəkçidə. The hairdressers, bərbərdir. The barbers, yenə bərbərdir. Və the butchers, bu da qəssab, ət dükanını nəzərdə tutur. Ki, bu ifadələr, yenə də təkrar olaraq qeyd edirəm ki, apostrof S-dən sonra gördüyünüz kimi heç birində isim yoxdur. Amma biz bu nümunələrin hər birini düzgün yəli çal kimi qəbul edəcəyik. Və bu ifadələrdə də biz məhz apostrof S-dən, yəni S apostrof nümunəsindən yox, apostrof S nümunəsindən istifadə edəcəyik. Keçirik bir növbəti başlığımıza. Bu da testlərdə bizim bir xeyli qarşımıza çıxan nümunələrdən biridir ki, adların, soyadların və ailə anlayışı bildirən adların yəli çalının düzəlməsi. Burada mən şagirdlərə ən bəsit qaydanı tövsiyə edirəm. Biz yəli çalın düzəlməsində nə öyrənmişik? Öyrənmişik ki, dostlar, tək isimlərin yəli çalını biz apostrof S artırmaqla düzəldirik. Cəm isimlərin yəli çalında isə S-dən sonraya bir apostrof artırıb, yəli çalı bu formada düzəldir. Yəni, təkdə apostrof S, cəmdə S apostrof quruluşu yaranır. Mən şagirdlərə həmişə nəyi bildirirəm ki, burada da məhz ad, soyad və ailə adlarında da məhz bu qaydanı tətbiq eləmək lazımdır. Gəlin buna nümunə üzərində baxaq. Məsələn, Anar Muradov deyə bir şəxs var. Adı Anardır, soyadı Muradovdur. Adı bax, diqqət edirsə, Anar, soyadı Muradov olaraq qeyd eləmişik. Amma bu Muradın bir ailəsi də var. Ata, ana, bacı, qardaş, hər kimsə. Bunlar hamısı da Muradovlardır. Və toplu şəkildə biz o ailəni bildirəndə Muradovlar deyirik ailə olaraq. Yəni, ad Anardır, soyad Muradovdur. Ailəni isə Muradovlar olaraq bildirəndə İngilis dilində bu iki quruluşda düzəlir uşaqlar. Qarşısında Z artiklı olmaqla, sonunda da S olmaq şərti ilə soyada əlavə edirik. The Muradovs, bu artıq Muradovlar deməkdir. İndi ifadələrin ad, soyad və ailə formasını gördük. İndi bunu keçirik yəli çalına. Baxın dostlar, Anar bir şəxsdir, tək adamdır. Tək isimlərə biz, düzdür, xüsusi isimlərin təki cəm anlayışı yoxdur. Mən sadəcə bunu sizə daha sadə formada anlayasınız deyə bu formada izah edirəm. Anar bir şəxsdir, tək adamdır. Tək isimlərə biz yəli çal apostrof S artırıq. Yəni, istənilən ad nümunəsinin yəli çal apostrof S olacaq. İndi sinifdə düşünün ki, 3 Anar var. Biz onları soyadları ilə çağırırıq. Muradov, Əliyev, Vəliyev və s. Muradov yenə bir şəxsdir. Yenə bir adamdır, yenə tək adamdır. Və ona görə onun da yəli çal apostrof S-lə düzələcək. Və gəlirəm The Muradovs ifadəsinə. Yəni, Muradovlar ki, görüntüsündən də onun cəmdə olduğunu görürsünüz onsuz da. Və Muradovlar artıq burada pulu bir şəkildə ailəni bildirir. Və ailə bildirən adlarda isə bizim işimiz S-dən sonraya sadəcə bir dənə apostrof artırıb onun yəli çalını düzəltməkdir. Və çatdıq sonuncu başlığımıza. Görək burada nədən danışacağıq. Burada bu ana qədər danışdığımız başlıqlarda bir şəxs var idi, tək idi, cəm idi. Ona biz apostrof S və S apostrof artırırdıq, yanında da isim yazırdıq, olurdu yəli çal. Bu başlığımızda isə biz bir yox, iki şəxsi qeyd eləyəcəyik və iki şəxsin hansı hallarda apostrof S, S apostrof, bir apostrof S, iki apostrof S qaydalarını məhz bu hissədə öyrənəcəyik. Bu başlıq da testlərdə yetəri qədər çıxan bir başlıqdır. Yəni, toplu testdə də, demin toplu testlərində yetəri qədər rastlaşacağınız bir başlıqdır. Amma əslində qaydası çox bəsitdir. Gəlin ona baxaq. Yəni, düşünürəm ki, bu qaydanın mahiyyətini anlasaz, testlərini çox rahat formada işləyə bilərsiniz. Gəlin baxaq, burada bizim qarşımıza nələr çıxır. Baxaq ki, iki şəxs var. Biri Jack, biri də Jane. Burada da diqqət edirsə, mən lövhənin sağ hissəsində də yenə eyni şəkildə iki şəxs yazmışam. Dostlar, bu hissədə bizim qarşımıza çıxan iki nümunə var. Birinci nümunə nədir? Birinci nümunə odur ki, iki şəxsimiz var. İki şəxsə biz sadəcə bir apostrof S artırırıq. O da sonuncu şəxsə artırılır. Yəni, birinci şəxsə təkcə apostrof S artırmaq nümunəsi yoxdur. İki şəxsimiz var və iki şəxsə biz bir apostrof S artırırıq. Yəni, gəlin elə bax, bunu əslində deyəndə də məntiqini anlaya bilərik ki, iki şəxsin bir apostrof S-i var. İki şəxsin bir ortaq apostrof S-i var.
Bu da o anlama gəlir ki, bu tərəfdə verilən bu isimlər, apostrof S-dən sonra gələn isimlər, bu iki şəxsin, dostlar, ortaq isimləridir. Hələ ki, düzdür, səhvdə ona baxmırıq, sadəcə mahiyyətini anlamağa çalışırıq. Təkrar edirəm, iki şəxsin bir apostrof S-i, yəni iki şəxsin bir ortaq əşyası var. Ona görə buradakı əşyaları biz bu iki şəxsin ortaq əşyası kimi anlayırıq. İndi gəlin baxaq nümunələrə. Jack and Jane's book, yəni Jack və Jane'in ortaq kitabı. İki insanın ortaq kitabı ola bilərmi? Ola bilər. Deməli, bu nümunə düzgün nümunədir. Jack's and Jane's money, Jack və Jane'in pulu. İki insanın ortaq pulu ola bilərmi? Bu da ola bilər. Deməli, bu nümunəmiz də düzgündür. Üçüncü nümunəyə diqqət edirik. Jack and Jane's hair, Jack və Jane'in saçı. Amma ortaq saçı. Çünki bir apostrof S-imiz var, ortaq apostrof S-imiz. İki insanın ortaq saçı ola bilərmi? Xeyr. Deməli, bu nümunə yanlışdır. Və burada mən şagirdlərə həmişə bir şeyi mütləq şəkildə vurğulayıram ki, bədən üzvlərinin burada işlənməsi üçün bizə mütləq iki apostrof S lazımdır. Bunu o bir qaydamızda öyrənəcəyik. Yəni, bir apostrof S-lə, ortaq apostrof S-lə bədən üzvləri işlənmir. Çünki bədən üzvlərimiz ortaq ola bilmir. Eynisi bu nümunədə də var. Jack and Jane's hand, Jack və Jane'in əli, özü də ortaq əli. Ola bilərmi? Əlbəttə ki, ola bilməz. Bu nümunədə yanlışdır. Bunu da həll elədik. Gəlirik bir növbəti nümunəyə. Jack and Jane's mothers. Diqqət edirsə, mother sözünün sonunda S var. Jack və Jane'in anaları. Amma Jack və Jane'in ortaq anaları. Bu da biraz məntiqsiz bir anlayışdır. İki insanın ortaq bir anası ola bilər. Onlar bacı-qardaş olar və ya bacı-bacı, qardaş-qardaş formasında ola bilərlər. Deməli, iki insanın bir anası ola biləcəyinə görə ortaq. Bu nümunəmizdə yanlışdır. Bəs bunun düzgün forması nədir? Jack and Jane's mother. Bir ana. Jack və Jane'in ortaq bir anası var. İstənilən iki insanın ortaq bir anası olduğuna görə bu nümunəmiz düzgün nümunədir. Testdə belə bir nümunə vardı. Jack and Jane's wedding. Jack və Jane'in toyu. İki insanın ortaq toyu ola bilərmi? Ola bilər. Yəni, burada siz sözlərin ortaq olaraq işlənib işlənməyəcəyinə fikir verib, bir apostrof S-lə işlənib işlənməyəcəyinə qərar verə bilərsiniz. Keçirik sağ tərəfdə ikinci başlığımıza. Dostlar, ikinci başlıqda diqqət edirsə yenə Jack və Jane'dir. Amma bu dəfə Jack'ın da apostrof S-i var, Jane'in də apostrof S-i var. Burada iki şəxsimiz var idi, bir apostrof S-imiz var idi. İki şəxsin ikisinin birlikdə, ortaq. Əşyalar da ortaq oldu. Burada isə Jack və Jane'in ayrı-ayrı apostrof S-ləri var. Demək ki, bu məntiqlə burada verilən əşyalar da bu insanların ayrı-ayrı əşyalarıdır. Məntiqlə fikirləşirəm ki, ayrı-ayrı insanların hər şey ola bilər. Burada bir məhdudiyyət qoya bilməyəcəyik biz. Amma burada da bəsit bir məntiq var, ona diqqət eləyək. Baxaq dostlar, Jack's and Jane's book. Jack'ın ayrı kitabı, Jane'in ayrı kitabı ola bilərmi? Əlbəttə ki, ola bilər. Amma burada problem nədir? Jack'ın nəzərə alsaq ki, öz kitabı var, bir kitab. Jane'in də özünün kitabı var, bir kitab da bu. Ortadan azı iki kitab olmuş oldu. Deməli, buradan çıxartdığımız nəticə nə olur? İki apostrof S-dən sonra gələn isim mütləq cəmdə olmalıdır. Amma əlbəttə ki, sayılan isimdirsə. Çünki sayılmayan isimləri biz cəmləyə bilmirik. İndi book sözü sayılandı. Jack'ın öz tək kitabı var. Jane'in özünün ayrıca kitabı var. Ortada ən azı iki kitab var. Demək ki, biz burada book sözünü istifadə eləyə bilməyəcəyik. Bu yanlış nümunədir. Nə olacaq düzgün forma? Books nümunəsi olacaq. Jack'ın ayrı, Jane'in ayrı kitab olduğuna görə ən azı iki kitab var. Deməli, kitab sözünü biz mütləq cəmdə verməliyik. Bu oldu düzgün cavabımız. Jack's, apostrof S ayrıdır. Jane's, yenə apostrof S ayrıdır. Rooms, Jack və Jane'in otaqları. Hərəsinin ayrı-ayrı otaqları. Hər ikisinin çünki ayrı-ayrı apostrof S varsa, deməli otaqları da ayrı-ayrıdır. Yenə, bayaqki kitab məntiqi ilə ortadan az iki otaq olduğuna görə, rooms sözü də gördüyünüz kimi cəmdədir. Books da bayaq cəmdə idi. Bu nümunəmiz də düzgündür. Gəldik növbəti ifadəyə. Jack's and Jane's money. Hər ikisinin ayrı-ayrı apostrof S var. Hər ikisində ayrı-ayrılıqda apostrof S işlənibsə, deməli, pulları da ayrı-ayrıdır. Amma dostlar, money sözü sayılmayan isim olduğuna görə biz onu cəmləyə bilmirik. Elə tək formada, sayılmayan isim olduğuna görə tək formada qalmalıdır. Ona görə biz bu ifadəni də düzgün cavab kimi qəbul edəcəyik. Bir növbəti, Jack's and Jane's eyes. Aha, bayaq diqqət edirsinizsə, burada hair sözünü, hand sözünü bir apostrof S ilə, yəni ortaq işləndiyinə görə sildik. Dedik ki, bədən üzvləri bir apostrof S ilə işlənmir.
Və bədən üzvləri məsələ 2 apostrof S ilə işlənmək üçün var. Jack'ın öz gözləri, Jane'in öz gözləri. Ortada ən azı 4 göz olduğunu nəzərə alsaq, deməli bu ifadəmiz də düzgündür. Bir sonraki ifadəyə baxırıq. Jack's and Jane's hair. Jack'ın özünün ayrı saçı, Jane'in özünün ayrı saçı var. Deməli, yenə ayrı-ayrı bədən üzvləri olduğuna görə ayrı-ayrı da apostrof S-lərdən istifadə etməmiz lazımdır. Amma yuxarıda money sözünə tətbiq etdiyimiz qaydanı burada da məhz yenə hair sözünə tətbiq edəcəyik. Çünki hair sözü də sayılmayan isim olduğuna görə cəmlənmir, olduğu kimi qalır və biz bu ifadəni də yenə düzgün şəkildə qəbul edirik. Və sonuncu ifadəmiz, buradakı ifadənin düzgün formasıdır. Jack's and Jane's mothers. Özü cəmdədir. Jack'ın özünün ayrı anası var, Jane'in özünün ayrı anası var. Ayrı-ayrı şəxslərdir bunlar. Və arasının ayrı-ayrı anası olduğunu iki ana hesablasaq, yenə mothers cəmdə olmaq şərti ilə bu da düzgün nümunədir. Yəni dostlar, sağ tərəfdəki hissədə diqqət edirsinizsə, bizim üstündən xətt çəkdiyimiz yalnız bir nümunə var. O da 2 apostrof S-dən sonra gələn ismin təkdə işlənməsidir. 2 apostrof S-dən sonra gələn isim cəmdə olmalıdır. Lakin bu qaydanı money, hair və digər sayılmayan isimlərdə tətbiq etmirik. Çünki sayılmayan isimlər cəmlənə bilmir. Amma bir apostrof S nümunələrdə biz yalnız və yalnız buna diqqət edirik ki, ortaq işlənə bilən əşyalar və isimlər istifadə edilsin. Dostlar, yəlik al bu qədər. Artıq isim mövzusunu ümumiyyətlə yekunlaşdırdıq. Növbəti videolarımızda sizlə həm sayılan sayılmayan isimlərin, həm də yəlik al mövzusunun testlərini, tim toplusundakı testlərini işləyəcəyik. Onun da videosunu növbəti videolarda kanala yükləyəcəm. Bildirişləri açıq edin ki, növbəti videolar yüklənəndə məlumatınız olsun. Uğurlar arzulayıram.